Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətlərinin əsaslandırılması üzrə çıxışlarının icrasını davam etdirirlər. Təqsirləndirilən şəxslərin həm özləri, həm də onların müdafiəçiləri Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğv olunmasını və təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edirlər. Eyni zamanda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müxtəlif vəsadətlər də təqdim edirlər. Həmin vəsadətlər də təbii ki, qanun çərçivəsində olan vəsadətlər təmin olunur. Eyni zamanda təqsirləndirilən şəxslər müdafiəçiləri ilə məhkəmədən konfidensial görüşlərin keçirilməsini də xahiş edirlər. Bunun üçün də onlara şərait yaradılıb. Ümumiyyətlə, məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslərə, onların müdafiəçilərinə çıxışlarının icrası üçün kifayət qədər vaxt ayrılıb, şərait yaradılıb. Eyni zamanda məhkəmə prosesində zərər çəkmişlərin də hüquqlarını müdafiə edən nümayəndələri iştirak edirlər. Onlar da məhkəmə prosesində müxtəlif məqamlarda fikirlərini səsləndirirlər. Açıq keçən məhkəmə iclası ilə bağlı ASTV komandası olaraq prosesi izləyirik və xəbərlərin növbəti buraxılışında daha geniş məlumatların əksini tapacağı materialımız da olacaq ki, onda tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.